Salam yoldaşlar, mən Fərdəliyev, PES Akademiyanın Azərbaycan dili və ədəbiyyat müəllimi. Bugün sizlərlə ədəbiyyatdan olan sınağın izahına baxacağıq. İlk sualımız belə idi. Ağlar haqqında fikirlərdən biri yanlışdır. A variantında deyir ki, ağlar mərasim nəğmələrinə daxildir. Bəli. Ağır insan itkisindən doğan kədəri, həsrəti ifadə edir. Bəli. Şeir vahidi bənddir. Bəli. Əsasən dördlük şəklində olur. Bəli. Qafiyə quruluşuna görə bayatdan fərqlənir yazıb, amma fərqlənmir. Elə yanlış variant E variantı olmuş olacaq. İkinci sualda deyir ki, Salur Qazanın evinin yağmalandığı boyda Qazan bəy kafirlərin məğlubiyyətindən sonra nə etdi? 7 gün, 7 gecə yemək içmək verir. Bəli. Daha sonra 40 nəfər qulu, 40 kənizi azad edir. Bəli. Bir də ki, o evlərini tikdirdi. 1, 4, 6 E variantı olmuş olacaq. Daha sonra növbəti sual. Fikirlərdən biri Nizami Gəncəvinin İskəndərnamə əsərindəki İskəndər obrazına aid deyil. Peyğəmbər səviyyəsinə yüksəlir və dünyanı dolaşır. Bəli. Əsər boyu inkişafda verilir. Bəli. Müəllif onu qüsursuz, ideal obraz kimi yaratmışdı. Bu yanlışdır. Desəz niyə? Çünki İskəndəri nə qədər, belə deyək, ideal obraz kimi yaratsa da, onu qüsursuz yaratmışdı. Fikri yanlışdır. Çünki bəzi məqamlarda İskəndərin qüsurunu belə çəkinmədən qeyd edirdi. Məsələn, İskəndərin alimləri təpihlə yuxudan oyatmağı kimi məqamlar. Ona görə C variantı yanlış olacaq. Müəllif təxəyyülün məhsuludur. Bəli. Müşabənin nağıl bacarığı fərasəti qarşısında aciz qalır. Bu da doğrudur. Növbəti sual, dördüncü sual. Biri Məhəmməd Füzulinin Leyli və Məcnun poemasındakı Leyli surətinə aid edilə bilməz. Leyli surətinə. Ona sevmək və sevilmək dəhşətli görünmür. Demək ki, bu aid edilə bilər. Bizə Leyli surətinə aid edilə bilməz fikir lazım idi. Arzu və istəyini heç kimə bildirmir. Rəfiqələrindən fərqlənmir. Onlar kimi düşünür. Bu yanlışdır. Əksinə, rəfiqələrindən fərqlənməsəydi Leyli olmazdı. Təbii ki, cəmiyyətdə onu başa düşməyəcəklərini anlayır. Bəli. İxtiyarsız, hüquqsuz olduğunu dərk edir. Bəli. Növbəti sual, 5-ci sual. Verilən fikirlər Düratın itməyə qolundakı hansı obraza aiddir? Əzazildir, tamahkardır, özünü İran padşahının qohumu kimi göstərir. Kimdə yaxşı bir şey görsə əlindən alardı. Təbii ki, bu da Qaraxana aid fikirlərdir. 6-cı sualda deyir ki, Nəcəf bəy Vəzirovun Müsibət-i Fəxrəddin əsərindəki səadət obrazına aid olmayan fikri. Baxın, səadət obrazı deyir. Aid olmayan fikir istənilir. Baxaq. Ada deyir ki, dramaturgiyamızda ilk maarifçi qadın obrazıdır. Bəli. Fəxrəddinlə həmfikirdir. Bəli. Nəcib arzularla yaşayır. Bəli. Atasının əməllərini bəyənməsə də hiddətini boğur və öz mövqeyini bildirmir. Əksinə bildirir. Yəni, bu yanlışdır. Bizə də yanlış olan fikir lazım idi. O görə D variantı olacaq. Fəxrəddinin fəaliyyətini yüksək dəyərləndirir. Bəli. Daha sonra 7-ci sual. Qasım bəy Zakirin Durnalar şeirinə aiddir. Hansı fikir? Baxaq, əsər Mirzə Fətəli Axundzadə məktub şəklinə qələmə alınmışdı. Xeyr. Sujetdə əsərdimi? Xeyr. Məhəbbət mövzusuna yer verilməyib, verilib. Əsərdə vətən həsrəti ilə yanaşı ictimai mətləblərə də yer verilmişdi. Bəli, bu Durnalar şeirinə aiddir. Ona görə D variantı olacaq. Təmsil janrında da deyil. Bu yanlışdır. 8-ci sual, Seyid Əzim Şirvaninin mənzum hekayələri ilə bağlı hansı fikir səhvdir deyil. Baxaq, nəzm şəklində yazılmışdı. Bəli, bir qismi klassik əsərlərdən tərcümə və iqtibas yolu ilə yaradılmışdı. Bəli, şair 100-dən artıq mənzum hekayə yazmışdı. Bəli, bəzi mənzum hekayələrində Molla Nəsrəddin lətifələrindən də istifadə edilmişdi. Bəli, bütün mənzum hekayələri əxlaqi tərbiyəvi məsələləri həsr olunmuşdu. Bəli, yanlış fikir artıq E variantı olmuş olacaq. Daha sonra 9-cu suala baxırıq. Mirzə Fətəli Axundzadənin hansı əsərində mənfi ruhani obrazına rast gəlirik deyir. Aldamı Kəvakibdir. Təbii ki, bu. Aldamı Kəvakib D variantı. Daha sonra
Aşağıdakılardan hansı məsəldir? Məsəl, dost yaman gündə tanınar, məsəl deyil, atalar sözüdür, düzəni payızda sayarlar. Həmçinin əldən qalan 50 il qalar, mıxı mismara döndərən var, bəli, bu artıq məsəldir. Aslan erkəyi dişisi olmaz, atalar sözüdür. Növbəti sual 11-ci sualdır. 11-ci sualda deyir ki, nümunədə işlənmişdir, bədii təsvir ifadə vasitələrinə bağlıdır. Nədir gözlərində bu pərdə, bu rəng, can dustaq olanda gülərmi ürək? Baxsaq bura, nə işlənib burada? İnversiya, təbii ki, nəzm əsəridir. İnversiya var, 3-ü götürəcəyik. Təşbih varmı? Nədir gözlərində bu pərdə, bu rəng, can dustaq olanda gülərmi ürək? Yoxdur. Mübaliğə varmı? Yoxdur. İnversiya dediyi var. Metonimiya varmı? Yoxdur. Epitet varmı? Yoxdur. Bədii sual, can dustaq olanda gülərmi ürək? Bəli, bədii sual var. Bir də ki, nədir gözlərində bu pərdə, bu rəng, can dustaq? Nədir gözlərində bu pərdə, bu? Düzdürmü? Təkrir də var. Ona görə 7-ni də götürmüş olacağıq. 3, 6, 7. Daha sonra 12-ci suala deyir, nümunə ilə bağlı səhv fikirləri müəyyən edin. Qış getdi, yenə bahar gəldi, gül bitdi, laləzar gəldi. Quşlar qamusu fəğanə düşdü, eşq oldu, yenə bucağına düşdü. Nümunə ilə bağlı səhv fikirlər istənilir bizdən. Baxaq, peyzaj nümunəsidir. Bəli, bu doğru fikirdir, götürmürük. Şəxs məl xətanın nəsihətnamə yox, dəhnamədəndir. Giriş hissədə 2-ni götürəcəyik. Yanlış fikir deyirdi də, düzdürmü? Yanlış fikir. Ona görə 2-ni götürürük. Daha sonra deyir, qəzəl janrındadır. Xeyr, yanlışdır. Götürürük. Məsnəvi formasındadırmı? Bəli. Şairin sufi görüşləri öz əksini tapmışdır. Xeyr, yəni peyzaj nümunəsidir. Ola 5-i də götürürük. 2, 3, 5. Növbəti sual 13-cü sual. Qışın dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsirdi. Göylər yaşdı, adamlar kimi qara çarşava bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdü. Aha, nümunədə baxaq görək nələr işlənilib. Baxsaq, qışın dondurucu bir gün soyuq qılınc kimi kəsirdi, deyir. Adamlar kimi, baxın, göylər yaşlı adamlar kimi. Burada nə var? Təşbih var, 2-ni götürəcəyik. Daha sonra götürəcəyik burada metafor. Dağlar, çöllər ağ kəfənlə örtülmüşdü. Bir də ki, metafor. 2 və 4. Daha sonra 14-cü suala baxırıq. Nurlu dağsan, zülmət dağı devirəcək, yıxacaqsan. Nümunədə işlənmişdir. Burada baxsaq, nurlu dağ, epitet varmı? Var. Bəli, biri götürürük. Daha sonra inversiya, nurlu dağsan, zülmət dağı devirəcək, yıxacaqsan. Yoxdur, götürmürük. 2-ni. Daha sonra metafor varmı? Metafor metafor yoxdur. Təşbih varmı? Nurlu dağsan, zülmət dağı devirəcək, yıxacaq. Bəli, təşbih var. Götürürük. Daha sonra təzad varmı? Nurlu dağsan, zülmət dağı devirəcək, yıxacaqsan. Təzad da var. Demək 1, 4 və 5. Daha sonra baxırıq 15-ci suala. Mirzə Ələkbər Sabirin satiraları ilə bağlı düzgün fikirləri müəyyənləşdirin. Demək, dialoq, sual-cavab deyişmələrə tez-tez müraciət olunur. Bəli. Satirik tip haqqında dolğun təsəvvür yaranmır, deyir. Yanlışdır. Əruz vəznindədir. Bəli. Böyük əksəriyyəti heca vəznindədir. Yanlışdır. Satirik tip xarakter və dünya görüşünə uyğun bir dillə danışdırılır. Bəli. Demək, 1, 3 və 5 doğru cavablardır. Daha sonra baxırıq 16-cı sual. Hüseyn Cavidin İblis əsərində əksini tapmış əsas məsələləri müəyyən edin. Bir də deyir, ədalətsiz müharibələrin törətdiyi faciələr, əsas məsələləri istəyir bizdən. Bəli, elə ona görə biri götürəcəyik. Daha sonra milli mənəvi dəyərlərin yaşadılması. Xeyr. Qalib ordunun insanlığa qarşı yönəlmiş cinayətləri. Xeyr. Daha sonra doğma yurtlarını müdafiə edənlərin faciəli aqibəti. Xeyr.
Savadsız insanlar nəfsin quluna çevrilməsi, bəli. 1 və 5 doğru cavablardır. Daha sonra 17-ci suala baxırıq. Nümunədə işlənmişdir. Qələm kimi qaşların var, qulac saçların var. Ağzın kiçik bir püstədir, nə buyursan göz üstədir. Baxsaq nümunəyə nə işlədilib? Təşbih varmı? Qələm kimi qaşların var deyir, düzdürmü? Təşbihimiz var. Metafor mən görmürəm burada. Metafor yoxdur. Epitet varmı? Epitet də yoxdur. Qələm kimi qaşların var, qulac saç, ağzın kiçik bir püstədir, nə buyursan göz üstədir. Epitet yoxdur. İnversiya varmı? İnversiya. Qələm kimi qaşların var, qulac saçların var, ağzın kiçik bir püstədir, nə buyursan göz üstədir. İnversiya da yoxdur. Daha sonra litota varmı? Qələm kimi qaşların var deyir. Qələm kimi qaşların, qulac saçların, ağzın kiçik bir püstədir. Bəli, litota da var. Demək olacaq elə 2 və 5. Daha sonra 18-ci suala baxırıq. Çağırkah əfsanəsi əsərindəki hadisələrin düzgün ardıcıllığı istənilir. Baxaq, alim zınqırov səslərinə icazkar musiqi yaradır. Alim hökmdarın sarayında qalmaqdan imtina edir. Hökmdar alimin bir qərar gəlməsi üçün ona 3 gün möhlət verir. Baxın, bu 3 elə baxdığımız kimi 2-dən əvvəl baş verir. Daha sonra hökmdar və vəzir alimi xalqın, bu da ki, bundan sonra olan hadisələr. Demək, 3 ilə başlayacağıq. Daha sonra 2 gəlir. Daha sonra hökmdar və vəzir alimi xalqın gözünə salmaq istəyirlər. Daha sonra alim zınqırov səslərinə icazkar musiqi yaradır. O karvana qoşulub gedəndə 3, 2, 4, 1. Daha sonra 19-cu sual durna teli ilə bağlı hadisələrin düzgün ağı. Burada ardıcıllıqla bağlı test tapşırığıdır. Xoca Əziz Koroğlu'nun yanına yollanır. Koroğlu dərləri ilə məşq edir. Giziroğlu Mustafa bəy Bağdada gəlir. Aslan Paşa qıratı qoruqçuya verir. Baxsaq bura Koroğlu dərləri ilə məşq edir. Birinci hadisə budur. 2-ni götürür. Daha sonra Aslan Paşa qıratı qoruqçuya verir. Bundan sonra Xoca Əziz deyək ki, Koroğlu'nun yanına gəlir. Düzdürmü? Daha sonra Giziroğlu Mustafa Bağdada gəlir. Dəlillərə görə kömək məqsədi ilə. 2, 4, 1, 3. Daha sonra 20-ci suala baxırıq. Məhəmməd Hüseyn Şəhriyarın Türkiyənin dili əsərində hansı fikirlər ifadə olunmuşdur? Vətənin zəngin təbiətə sevgi. Xeyr. Ana dilinə olan sevgi. Bəli. 2-ni götürürük. Daha sonra azadlıq uğrunda mübarizə yox idi. Türk dilinin ən istəkli dil olması. Bəli, Türkün dili tək sevgili, istəkli dil olmaz. 4. Daha sonra bu dilin calaq sevməməsi. Bəli, bu dil calaq sevmir. Başqa dillərin, deyək ki, dillərin tərkibinə qatılmaq onun təbiətinə nədir? Ziddiyyatdır. Ona görə 2, 4, 5 olmuş olacaq. Belə yoldaşlar, bu qədər. Sağ olun.